Mədə qoruyucu, mədə turşuluğunu azaldan PPI qrupu dediyimiz dərmanları davamlı və uzun müddət qəbul etmək olmaz. Normada mədədə turş mühit olmalıdır. Bu pH dəyəri ilə ölçülür. pH ortalama 2 civarında olmalıdır. Bunun normadan az olması da ziyandır, normadan çox olması da həmçinin. Baxın, mədədə bildiyimiz kimi xlorid turşusu var. Bu xlorid turşusu həm qidanın həzm olunması, parçalanmasında mühüm əhəmiyyətlidir. Həm də bakterisit təsiri var, mikrob əleyhinə. Yəni qida ilə qəbul etdiyimiz mikrobları, bakteriyaları zərərsizləşdirir, məhv edir. Yəni bir sözlə mədədə sterillik yaradır. Demək ki, bu turşunun normal dəyəri çox vacibdir. İndi baxaq bu PPI dərmanlarını, misal üçün pantoprazol, lansoprazol, omeprazol və bu kimi dərmanları biz uzun müddətli qəbul etdikdə nə baş verə bilər? Bu aylarla, illərlə içildikdə əksinə mədənin turşuluğunu aşağı salır, hətta sıfıra qədər yaxınlaşdıra bilər ki, bu artıq mədənin funksiyasının azalmasına, mədənin az turş ifraz etməsinə səbəb olar. Bu isə gələcəkdə ciddi xəstəlik olan atrofik qastrit dediyimiz bir vəziyyət yarada bilər. Atrofik qastrit artıq intestinal metaplaziya, displaziya və mədə onkoloji xəstəliyinə yol aça bilər. Bu baxımdan mədə turşuluğunu azaldan PPI dərmanları kursla təyin olunmalıdır. Misal üçün, mədə 12 barmaq yarası varsa, 1-2 aylıq kurs müalicə təyin olunmalıdır. Bəzən ciddi durumlarda bir neçə aya qədər müddət uzaldıra bilər, amma illərlə davamlı olaraq içilməsi qəti yol verilməzdir. Həmçinin fundik qlənd polipləri deyilən bir diaqnoz var ki, bax bu da uzun müddət içilən PPI dərmanlarının qəbulu fonunda baş verir. Yaxud reflux xəstəliyində bu dərmanlar daha çox qəbul olunur. Bu müəyyən vaxtdan bir, misal üçün 2 gündə bir dəfə, 3 gündə bir dəfə, amma aşağı dozalı PPI dərmanları qəbul oluna bilər.